əxlaqsız bir qadın həyatını dəyişirsə, onunla ailə qurmaq olar, yoxsa ehtiyat etmək lazımdır? İnsanların tövbə qapısı Allah tərəfindən tövbə qapısı insanların üzünə açıqdır. Mən bir rəvayət danışım. Rəvayət deyildikdə nağıl nəzərdə tutulmur. Rəvayət olmuş hadisəyə deyilir. Din alimlərindən biri çıxış edir məsciddə Ramazan ayı boyunca 30 gün. 30 gün çıxış etdikdən sonra həmin məscidin cəmaatı da toplayıb ona müəyyən qədər vəsait verir ki, bu 30 gün zəhmət çəkdiniz və bu da sizin zəhmət haqqınız. Bu da vəsaiti götürür. Din xadimlərini keçmişdə adətən insanlar təmin edərmiş ki, başqa bir işlə məşğul olmasın və insanlara xidmət etsin. Bu da bu vəsaiti götürür və gedir yolda bir üzr istəyirəm, yüngül əxlaqa sahib olan bir qadını görür ki, yolun qırağında dayanıb çox-çox üzr istəyirəm, müştəri gözləyir hətta belə bir vəziyyətdə. Bu deyir ki, mən istəyirəm ona yaxınlaşım. Yanındakılar deyir ki, ayıbdır, o hara, siz hara, dini geyimdə, ruhani geyimində. Gedir, yaxınlaşır ona, deyir ki, burada nə üçün dayanmışsan, deyir, ehtiyac səbəbindən. Deyir ki, bax, mən indi çıxış elədim bir ay, mənə bu qədər vəsait verildi. Heç bilməm nə qədərdir, saymamışam. Bunun hamısını sənə verirəm. Amma çalış ki, ged özünə başqa bir iş tap və ciddi, halal bir şəkildə özünü təmin elə və bu işdən imtina elə. Deyir, ona verir, heç saymamış nə qədər olduğunu da bilmədən verir və bir müddət sonra müqəddəs məkanlardan birinin ziyarətinə gedir və görür ki, həmin xanım artıq dinə, imana gəlib və həyat yoldaşı da var yanında. Ona gəlir, ağlaya-ağlaya minnətdarlıq bildirir ki, siz mənim həyatımda dönüş yaratdınız, tam həyatımı dəyişdiniz. Təbii ki, bu insanların öz seçimidir. Biz müdaxilə edə bilmərik, qayda da qoya bilmərik. Amma bir insan tövbə edib, təmizlənibsə, sidq ürəkdən, Allaha tərəf dönübsə, Allah onu bağışlayıbsa, biz onu ittiham edə bilmərik və kimsə də ondan seçimini onun üzərində qurubsa, mən şəxsən o adamları ittiham edə bilmərəm.